Salam dəyərli izləyicilər, Dimin ilmi sınaq kitabçasından 13-cü ümumi sınağın testlərinin izahını sizə təqdim edəcəm. İkinci qruplar üçün olan kitabçadır bu. Kanalı izləyənlər, videonu bəyənənlər abunə olaraq mənə dəstək ola bilərlər. Həmçinin bəyənib, rəy yazıb paylaşa bilərsiniz. Başlayaq birinci sualla. ABŞ-nin 18-ci əsrin 70 və 80-ci illəri tarixi üçün oxşarlıq təşkil edir. Yəni 1770-ci illər və 1780-ci illərdən söhbət gedir. 70 həm 70-ə, həm 80-ci illərə aid olsun. Konstitusiyaya düzəlişlərin edilməsi 18-ci əsrdə bir dənə 1791-ci ildə hüquqlar haqqında bil qəbul edilmişdi. Bununla düzəlişlər edilmişdi. Orada da söz, mətbuat, vicdan azadlığı, həmçinin məhkəmənin hökmü olmadan həbslərin qadağan edilməsi məsələsi toxunulmuşdu. İngilis qoşunlarının məğlubiyyətə uğradılması. İngilis qoşunları azadlıq hərəkatında, yəni istiqlaliyyət hərəkatında əsas iki dənə döyüş verilib ki, 1777 Saratoga və 1781-ci il Yorktown döyüşlərində məğlub edilmişdi İngilis qoşunları. Fikir verirsinizsə, həm 70-lərə, həm 80-ci illərə aiddir. Doğru cavab B olacaq. Osmanlı ilə sülh müqaviləsinin imzalanması hələ Osmanlı ilə əlaqə qurulmayıb. Fransa ilə yaradılmış ittifaqın pozulması bu 19-cu əsrdə Napoleon müharibələrində artıq bu ittifaq pozulmuşdu. Həmin dövrə aid deyil, 18-ci əsrə aid deyil. George Washingtonun prezident seçilməsi. Washingtonun prezident seçilməsi bir dəfə seçilibdi. O da 1789-da, yəni ondan 70-ci illərdə hələ prezident vəzifəsi təsis edilməmişdi. Bu da getdi. İkinci sual. Qarabağ xanı Pənahəlinin qələbəsi ilə sona çatmışdır. Xatın arxı döyüşü 1757-ci ildə Məhəmməd Həsən xan Qacarın yürüşü və uğursuzluqla nəticələnmişdi. Onun üçün bunu götürəcəyik. Pənahəli xan qalib gəlir. Cavduşan çölündə baş vermiş döyüş bu 1774-cü ildir. Bu ümumiyyətlə Qarabağ xanlığına aid deyil. Burada Quba xanlığı ilə Dağıstan hakimləri arasında getmişdi. Qaraçəmən döyüşü 1761-ci ildə baş vermişdi. Burada da Qarabağ xanlığına aid bir şey yoxdur. Kərim xan Zənd Urmiya xanı Fətəli xanı məğlub etmişdi. Ballıqaya döyüşü bunun ili kitabda verilməyibdi, amma Pənahəli xan burada qalib gəlib Xaçın məlikliyini tabe etmişdi. Bayat savaşı 1748 Şəki xanı Hacı Çələbi Qarabağa yürüş edir və burada Pənahəli xan qalib gəlir. Nüfuzu daha da artır. 1, 4, 5 cavab C bəndi olacaq. Növbəti üçüncü sual. Uyğunluq pozulmuşdur. Qaraqoyunlu dövlətində qapalı məşvərətçi orqan sayılırdı Kənqaş. Kənqaş həm Qaraqoyunlu, həm Ağqoyunlu dövlətində qapalı məşvərətçi orqan idi. Doğrudur. Bizdən yanlışı soruşur. Bu doğrudur. Ağqoyunlu dövlətində baş komandan adlanırdı Əmir əl-Üməra. Bu da doğrudur. 20-yə qədər vergi və mükəlləfiyyəti ləğv etmişdi Gödək Əhməd. Doğrudur. Qaraqoyunlu və Ağqoyunlu dövlətində Ali divana rəhbərlik etmişdi. Sədrəzəm yox, baş vəzir olmalı idi. Baş vəzir. Burada səhvlik var və doğru cavab olaraq D-ni götürəcəyik. 15-ci əsrdə daxili inzibati işlərə nəzarət edirdi baş vəzir. Bu da doğrudur. SSR-nin 20-ci əsrin 20-ci illərinin sonu üçün səciyyəvidir. Yəni 1900 belə. Uşaqlar bəzən bunları qarışdırırlar. Bəzi uşaqlar 1920-ci illərin sonu deyəndə 27, 28, 29-u götürə bilərik. 27, 1929. Bu illəri götürmək olar. 27, 28, 29. İspaniyadakı vətəndaş müharibəsində respublikaçılara kömək etməsi. İspaniyada vətəndaş müharibəsi 1936-39'dur. Genuya konferansında iştirak etməsi. Genuya konferansı 1922'dədir. Yəni 20-ci illərin əvvəllərinə düşür. Fərdi kəndli təsərrüfatlarının ləğv edilməsi.
Bu kollektivləşdirməyə aid edə bilərik. Ellik ilə kollektivləşdirmə də başlayıb 1929. Bunu götürəcəyik. Briyan-Kellogg paktına qoşulması. Bu pakt özü imzalanıb 1928-də, SSR də qoşulub 1929-cu ildə. 3, 4 cavab Y bəndi olacaq. Növbəti 5-ci suala başlayaq. Keçək. Sovet Azərbaycanının 20-ci əsrin 20-ci illəri tarixinə aiddir. Yenə də həmin dövrə gəlir. Amma bizdən soruşur 20-ci illər ümumi götürəcəyik. Yəni 1920-dən 1929 daxil olmaqla bu illəri arasında olanları götürə bilərik. Amma Azərbaycana aid olsun. Xəzər ticarət donanmasının milliləşdirilməsi. Bu 1920-ci ildə AXC işğal edildiyi ildə artıq nə var idisə Azərbaycan SSR qurulur, nə var idisə sahibkarlara aid hər şey milliləşdirilir, dövlətin olur. Milliləşdirmə o deməkdir, dövlət öz əlinə alır. Bunu götürəcəyik. Ölkənin ikinci konstitusiyasının qəbul edilməsi. Azərbaycan SSR-də 3 dəfə konstitusiya qəbul edilib. Biri 1921, bu ilk idi. Sonra 1937 və 1978-ci illərdə. Fikir verirsinizsə, birinci konstitusiya 21-də, ikinci isə 37-də. İkinci konstitusiyanın qəbul edilməsi 20-ci illərə düşmür. Müvəqqəti İnqilab Komitəsinin ləğv olunması. 20-də yaranır, 1921-də də, 1921-də ləğv edilir. Müvəqqəti İnqilab Komitəsi, Mərkəzi İcra Komitəsi yaradılır. Pasport sisteminin tətbiq olunmağa, yəni 3-ü götürəcəyik. Pasport sisteminin tətbiq olunmağa başlanması 1932-də pasport sistemi tətbiq olunubdur. Bu da 20-ci illərə aid olmur. Cavab 1-3 B bəndi. Alaşkert və Ankara döyüşlərinə aid oxşar cəhət. Alaşkert 1421-də, Ankara 1402-ci ildə baş vermişdi. Qızıl Ordu qoşunlarının qalib gəlməsi. Qızıl Ordu qoşunları heç birində iştirak etməyibdi. Ağqoyunlu dövlətinin Teymurilərin müttəfiqi kimi çıxış etməsi. Ağqoyunlu dövləti bu dövrdə hələ yaranmamışdı. Ağqoyunlu dövləti 1468-də yaranıbdı. Ona görə götürmürük. Qaraqoyunlularla Teymurilər dövləti arasında olması. Qaraqoyunlularla Teymurilər dövləti təkcə Alaşkerdi götürə bilərik. Ankarada Osmanlılarla Teymurilər arasında idi. Teymurilərin qalib gəlməsi. Bəli, hər ikisində də Teymurilər qalib gəlir. Alaşkertdə Qaraqoyunlulara qalib gəlir. Ankarada isə Osmanlıya qalib gəlir Teymurilər. Birincidə Ankarada Əmir Teymurun özü idi. Alaşkertdə isə artıq Şahrux idi. Osmanlı qoşunlarının məğlub olması təkcə Ankaraya aiddir. 7-ci sual. Uyğunluğu müəyyən edin. Azərbaycan ərazisi yürüşünə məruz qalmışdır. 11-ci əsrdə Səlcuqların, bəli, doğrudur. Xarəzmşahlar dövlətinin yürüşü 1225-dir. 1225 13-cü əsrə düşür. Səlcuqların gəlişi 11-ci əsrdə bir neçə dəfə yürüş ediblər. Əsas da tutuldular 1054-də və 1066-da. Alan tayfalarının alanlar, sərirlər 11-ci əsrdə Slavyanlar yürüşlər ediblər. Bəli. Hansı yürüşləri deyə bilərik? 1032-33-də, 1032-də bir yürüş ediblər. 1062-də də Dəryal keçidindən keçərək yürüşlər etmişdilər. Biri adi olacaq. 12-ci əsrdə Böyük Monqol dövlətinin özü 1206-da yaranıbdı. Yürüşləri də 1220-də başlayıb 13-cü əsrə düşür. Gürcü qoşunlarının yürüşləri 12-ci əsrdə, bəli, 1120-25-ci illər arasında 1125-də də Azərbaycanı tərk ediblər. 4-cü Davidin yürüşlərini deyə bilərik. 12-ci əsrə düşür. Bundan əlavə 1139 da var ki,
Gəncə şəhəri zəlzələ nəticəsində dağılarkən gürcü qoşunları yürüş etmişdilər. Yəni bu 12-ci əsrə düşür. Xəzərlərin 12-ci əsrdə yürüşləri qeydə alınmayıbdı. 1-ə AS, 2-yə B cavab Y olacaq. O qüdrətli sərkərdə olmaqla bərabər həm də önəmli dövlət adamı idi. Orduda xidmət edən qohumlarına və Frank əyanlarına torpaq payladı. İspaniyada ərəbləri məğlub edərək Pireneya yarımadasının şimalında kiçik bir ərazini tutdu. Xristianlığı işğal etdiyi ərazilərdə yaydı. Söhbət Böyük Karldan gedir. Böyük Karlı bura qeyd eləyək. Böyük Karldan gedir. Cavanşirin deyir, mətndə bəhs olunan şəxslə, yəni Karlla Alban hökmdarı Cavanşirin oxşar xüsusiyyətləridir. Mənsub olduğu sülalənin son hökmdarları olması heç birinə aid deyil. Ərəb xilafəti ilə diplomatik əlaqələr qurması Böyük Karl bəli, Abbasi xəlifəsi ilə diplomatik əlaqələr qurmuşdu. Həmçinin Cavanşir özü də 2 dəfə xəlifə Muaviyə ilə, bu da düzdür, Əməvilər sülaləsi ilə əlaqələr qurmuşdu. O dövrdə Əməvilər idi hakimiyyətdə. 667-670-ci illərdə Cavanşir görüşə getmişdi. Deməli, ikisinə də aid olacaq. Xəzərlərin məğlub edilməsi. Xəzərlərin məğlub edilməsi Cavanşirə götürə bilərik. 662-ci ildə məğlub edibdi. Amma Böyük Karl'la Xəzərlər arasında toqquşma olmayıb. O türk dövlətlərindən avarları süquta uğratmışdı. Bizans imperiyası ilə siyasi əlaqələrin yaradılması. Cavanşir 654-cü ildə əlaqə yaratmışdı. Böyük Karl da həmçinin Bizansla diplomatik əlaqələr qurmuşdu. 2-4 olacaq cavabımız D bəndi. 9-cu sual. Albaniyada xristianlığın feodal əsasları nizamlanmışdır. Ölkədə kilsənin dayaqları möhkəmlənmişdir. Göstərilənlər nəticəsidir. Bu sualı nəticəni oxuyanda avtomatik Aguyen kilsə məclisi adamın yadına düşür. Oxuyanlar tez bunu seçə bilərlər. Yəni 487-ci ildə 88-ci ildə 3-cü Mömin Vaçaqan tərəfindən çağırılmışdı bu məclis. 87-də taxta çıxmışdı. 88-də də məclisi çağırmışdır. İkinci Vaçenin hakimiyyətə gəlməsi ilə əlaqəsi yoxdur. 444-də hakimiyyətə gəlmişdi. Dizrav döyüşü 371-də olubdu. Albaniyada əhalinin siyahıya alınmasının bu mərzbanlıq dövrünə düşür. Birinci mərzbanlıq dövrüdür. Sasanilər tərəfindən siyahıya alınmışdır. Uzun müddətli Sasani mərzbanlığı dövrünün başlanması da 510-cu ildə başlamışdır. Şimali Azərbaycanda baş vermiş hadisələrin xronoloji ardıcıllığını müəyyən edin. Şəhər özünün idarəsinin İrəvanda tətbiq edilməsi. Bunun ili dəqiq verilməsə də 1878-ci ildə Bakıda tətbiq edilib və ardınca da İrəvanda tətbiq edilmişdir. Yəni təxminən həmin illərə düşür, götürə bilərik. Dərbənd quberniyasının ləğv olunması 1860-cı ildir. Yelizavetpol quberniyasının təşkil edilməsi 1868-də olmuşdur. Düzgün cavab olacaq 2, 3, 1, B bəndi. Növbəti 11-ci suala baxırıq. İstəmi Xaqanın Bizansla diplomatik əlaqələr yaratmasının səbəbi. İstəmi Xaqan Bizansla əvvəlcə toqquşmalar yaşasa da daha sonra Sasanilərə ortaq düşmən olması, Sasanilərə qarşı bircə mübarizə aparmaqdan ötürü onunla yaxınlaşmaya səbəb olmuşdu. Deməli 11-də cavab Y olacaq. Digər variantlara baxmağa məncə ehtiyac yoxdur, çünki hamısı səhvdir. Hülakü dövlətinin hökmdarı Qazan xanın məhkəmə islahatı həyata keçirilməsi ilə məhkəmə islahatında alqı-satqı işlərində qayda-qanun yaradıldı. Bu sual çox tez-tez gəlir. Nəyə görə? Çünki burada çaşdırıcılıq var. Alqı-satqı işləri deyirsə, uşaqlar ticarəti fikirləşirlər. Halbuki ticarət yox. Burada əsas diqqət yetirilir qayda-qanun məsələsinə. Qayda-qanun məsələsi bizə məhkəmə islahatının, qanunların həyata keçirilməsindən söhbət gedir. Burada cavab A bəndi olacaq. Kəndlərin bir yerdən başqa yerə
köçməsi qadağan edildi. Bu torpaq islahatıdır. Qopçur vergisi ləğv olundu. Əslində Qopçur vergisi Qazan xanın islahatından sonra, dini islahatından sonra tədricən bir qədər sonra ləğv olunur. Yəni o saat ləğv olunur. Yəni Qazan xan hakimiyyəti dövründə əslində Qopçur vergisi hələ də qalırdı. Kitabda yazılıb ki, tədricən ləğv olunur. Ölkənin şimalında ilk dəfə Monqol əyanlarının üsyanı baş verdi. Yəni bu heç bir ümumi olaraq islahatların başlanması, onun İslam dinini qəbul etməsinin nəticəsi idi ki, ilk dəfə Monqol əyanlarının üsyanı baş verdi. Çünki yerli əhali ilə yaxınlaşmışdı. 30 ili keçən iddia sənədləri yenidən qüvvəyə mindi. Əksinə 30 il keçən iddia sənədləri qüvvəsini itirirdi. Yəni qüvvəyə minmir. Bu da burada səhvdir. Növbəti 13-cü suala baxaq. Eradan əvvəl 3-cü əsrin ikinci yarısında vahid halda birləşdirilməsi başa çatmış dövlətləri xəritədə müəyyən edin deyir. 3-cü əsrin ikinci yarısı eradan əvvəl deyirsə, deməli biz götürəcəyik eradan əvvəl 250-dən aşağı 200-ə qədər olan dövr. 200-cü il düzdür 2-ci əsrdir. Adətən uşaqlar bunu qarışdırırlar. 201 daxil olmaqla olan dövrdür. Baxırıq. Misirdə başa çatmış dövlətləri xəritədə müəyyən edilir. Vahid halda birləşdirilməsi. Misir gedir. Niyə? Çünki eradan əvvəl 4-cü minilliyin sonlarına gedir, çıxır bu. 3-cü əsr isə əsri minilliyə çevirsək, bu 1-ci minillikdir. Bunu da qarışdırmayaq. Bu 1-ci minillikdir, 3-cü əsr. 5-ci ərazi İran ərazisində düşür. Əhəmənilər dövlətinin dövrünə düşür. Burada hakimiyyətdə olubdur. Əvvəlcə Midiya, sonra Əhəmənilər. Onlar da 3-cü əsrdə artıq mövcud deyildilər. Yəni Əhəmənilər dövründə o ərazilər birləşdirilmişdir. Baxırıq 2-yə. Deməli 5 də götürmürük. İkinci ərazi, bura Çin gedir. Çin ərazisidir. Çin ərazisində vahid dövlətin yaranması eradan əvvəl 221-ci ildə Sin Şuxandi tərəfindən yaradılmışdır. Bir bunu götürəcəyik. 3 ərazisi Hun dövlətinin, Böyük Hun dövlətinin ərazisidir. Bunlarda da dövlət yaranıbdır. Eradan əvvəl 220-ci ildə 3-ü də götürəcəyik. Hindistandır. Hindistanın da vahid şəkildə birləşdirilməsi, Hindistan vahid şəkildə birləşdirilməsi eradan əvvəl 3-cü əsrin ikinci yarısına düşəcək. Padşah Aşokanın dövrünə, Maurya sülaləsindən olan Aşoka. 2, 3, 4 cavab A bəndi. 14. Cənubi Qafqaz Seyminin mövcudluğu dövründə baş vermişdir. Seymin mövcudluğu dövrünü qeyd edirik. 1918 fevralın 23-də fəaliyyətə başlayır. 1918 mayın 26-sında Gürcülərin ayrılması ilə bu Seymin fəaliyyətini dayandırır. Bakı XKS-nin yaradılması 1918 aprelin 25-idir. Baxırıq, Seymin mövcudluğu dövründə baş vermişdir. Bəli, biri götürürük. Urmu bəlası adlanan hadisələrin törədilməsi 1918 martın 21-də bu da düşür. Cənubi Azərbaycanda qırğınlar törədilmişdi. Ermənilər, Aysorlar Azərbaycanlılara qarşı. Bu da düşür. Erzincan barışığının imzalanması 1917 dekabrın 5-dədir. Bu düşmür. Almaniyada monarxiyanın devrilməsi 1918 noyabr ayının artıq 9-unda monarxiya devrilir, respublika olur. Noyabr artıq maydan o tərəfə keçibdir, düşmür. Trabzon konfransının keçirilməsi. Trabzon konfransı da 1918 martın 14-də başlayır. Aprelin 13-nə qədər. Mart, aprel burada yaza bilmədim. Yəni bu da
daxildir. 1, 2, 5 cavab B. 15-ci sual. Uyğunluq pozulmuşdur. Əkinçilikdə toxadan istifadə edilirdi eneolit dövründə. Bəli, burada pozulmayıbdır. İlkin şəhər mərkəzləri yarandı Orta Tunc dövründə. Burada da doğrudur. İbtidai incəsənət meydana gəldi paleolit dövründə. Bəli, üst paleolit dövründə meydana gəlmişdi. Sənətkarlıq müstəqil sahəyə çevrildi. Sənətkarlıq müstəqil sahəyə çevrildi Neolit dövründə. Sənətkarlıq meydana gəlir. Müstəqil sahə sözü səhvdir. Ona görə burada pozulubdur. Cavabımız D olacaq. Heyvanların əhəlləşdirilməsinə başlandı Mezolit dövründə. Burada da doğruluq var. Sənətkarlıq müstəqil sahəyə çevrilir. İkinci ictimai əmək bölgüsü o da Orta Tunc dövrü olmalı idi. 16-cı əsrin birinci yarısından fərqli olaraq ikinci yarısında Səfəvilər dövləti üçün xarakterikdir. Yəni birinci yarısında olmasın, ikinci yarısında olsun. 1551-dən 1600-cü ilə qədər 16-cı əsrin ikinci yarısına bu dövrə aid olanlar götürməliyik. Osmanlı qoşunlarının Təbrizi ələ keçirməsi. Osmanlı qoşunları Təbrizi bir çox vaxt Çaldıran döyüşündən sonra da 1514, 1534, 35 yəni birinci yarısında ələ keçirmişdi, ikinci yarısında isə heç ələ keçirməmişdi. Burada tərsinədir. Səfəvilər dövləti üçün xarakterikdir deyir. Xorasan uğrunda Şeybanilər dövləti ilə müharibə aparılması. Burada 1510 Mərv döyüşü də var. 1599-da Şeybanilərin məğlub edilib geri alınması da var. Hər iki yarıya da aid olur. 16-cı əsrin hər iki yarısına da aid olur. Şəki hakimliyinin mərkəzi hakimiyyətə tabe edilməsi Şah İsmailin dövründə, yəni birinci yarısında artıq tabe edilmişdi. İkinci yarısında 1551-ci ildə isə varlığına son qoyulmuşdu. Bunu doğru götürə bilmərik. Dövlətin inzibati cəhətdə bəylərbəyliklərə bölünməsi həm birinci yarısında var idi, həm ikinci yarısında var idi. Bəylərbəylik sistemi olmuşdu. Ölkənin paytaxtının Qəzvin şəhərindən köçürülməsi. Qəzvin şəhərindən bir dəfə köçürülübdür. O da 1598-də. Qəzvin hara köçürülür? İsfahana. İsfahana köçürülübdür. Doğru cavab Y bəndi olacaq. Turukkilər Urmiya gölü ətrafında mühüm siyasi qüvvəyə çevrilmişdi. Kuti və Lulubi dövlət qurumlarının süqutundan sonra, yəni Eradan 3-cü minilliyin sonlarında bu dövlət qurumları süquta uğrayır. Daha sonra Turukkilər tarix səhnəsində önəmli rol oynayırlar. Əsasən 2-ci minillikdə Eradan əvvəl. Digər variantlar yanlışdır, artıq bir inkar etməyə ehtiyac yoxdur. 18-ci sual. Hadrut qəsəbəsinin düşməndən təmizlənməsi, Azərbaycan-İran sərhədlərinin tamamilə ordumuzun nəzarətinə keçməsi. Hadrut qəsəbəsi Xocavənd ərazisində yerləşir. Xocavənd də İranla sərhəddə deyil. Bunu götürməyəcəyik. Cəbrayıl şəhərinin düşməndən azad edilməsi, Murovdağ zirvəsinin fəthi üçün şəraitin yaranması. Cəbrayıl Murovdağla əlaqəsi yoxdur. Murovdağ Kəlbəcər bölgəsinə düşür. Suqovuşanın azad edilməsi. Ağdərə ilə Ağdamı birləşdirən əsas təminat yolunun hərbiçilərimizin nəzarətinə keçməsi bu doğru olacaq. Ermənistan ordusunun hava hücumunda müdafiə sistemlərinin məhv edilməsi, not atıcı birliklərimizin hücumunun asanlaşması. Bəli, bu da məntiqlə də doğrudur. Tarixən də doğrudur. 3-4 cavab A bəndi olacaq. Naxçıvanda inşa edilən memarlıq abidələrini müəyyən edin. Ağoğlan məbədi bu Laçındadır. Gülüstan türbəsi bu Naxçıvandadır. Bunu götürürük. Gülüstan qalası desəydi o Şamaxıda olacaqdı. Möminə xatun türbəsi Naxçıvandadır.
Şah Abbas Cümə məscidi bu 17-ci əsr Gəncədədir. Əlincə qalası 9-cu əsr bu Naxçıvandadır. Kələxana məqbərəsi də 1663 Şamaxıdadır. 2, 3, 5 cavab C olacaq. Türkiyə və Pakistan 2-ci Dünya müharibəsindən sonrakı tarixi üçün oxşarlıq təşkil edir. Briand-Kellogg paktını bayaq dedik. Bu 1928-də bizə soruşur 2-ci Dünya müharibəsindən sonra. Yəni 1945-dən sonra. Briand-Kellogg paktı əvvəl idi. Nüvə silahına sahib olması bu təkcə Pakistana aiddir. Türkiyəyə aid deyil. Hərbi çevrilişin baş verməsi bəli. 50-70-ci illərdə Pakistanda çevrilişlər olur. Türkiyədə də həmçinin 1960-cı ildən başlayır. Daha sonra 80, 70-80 bu şəkildə davam edir. Deməli, hər ikisinə də aiddir. Varşava müqaviləsi təşkilatının üzv olması heç birinə aid deyil. Çünki Sovetlərin SSR-in rəhbərliyi ilə yaradılmışdı. Bu ərazisində ABŞ-nin işğal rejiminin mövcud olması heç birinə aid deyil, işğal rejimi olmamışdır. Euler-Venn diaqramı Osmanlı, Yaponiya, Almaniya. Söhbət gedir 19-cu əsrin ikinci yarısı, yəni 1851-1900-cü illər. Berlin Konqresinin qərarlarına görə Makedoniyaya sahib olmuşdur. Bu Berlin Konqresi 1878-dir. Makedoniyada Osmanlı dövlətinin tərkibində saxlanılmışdır. Burada Makedoniyaya sahib olmuşdur. Bu Osmanlı dövlətinə aiddir. Konstitusiya qəbul olunmuşdur. Deməli, Yaponiyada konstitusiya bəli 1889-da qəbul edilibdir. Osmanlıda ilk dəfə 1876-da, Almaniyada konstitusiya 1871 götürə bilərik. Alman imperiyasının konstitusiyası. Hər üçünə də aiddir. B olacaq 4-də. İtaliya ilə hərbi ittifaq bağlamışdır. Bu Almaniyaya aiddir. 1879-82, 79-da Avstriya Macarıstanla, 82-də isə İtaliya ilə hərbi ittifaq bağlamışdır. Almaniya C olacaq. Taypinlər hərəkatının yatırılmasında iştirak etmişdi. Bu İngiltərə, Fransaya aiddir. Burada verilməyibdir heç biri. Çinlə müharibə aparmışdır. Yaponiya 1894-95-ci illərdə. Bu da Yaponiyaya aid olacaq. A, Y, S, B. A, Y, S, B olacaq Y bəndi. 22-ci sualda deyir, xəritəyə əsasən Şirvanşahlar, Salarilər və Şəddadilər dövlətinin paytaxtları olmuş şəhərlərin müvafiq ardıcıllığını müəyyən edin. Şamaxı, Salarilər, Ərdəbil, Şəddadilər, Təbriz. Ardıcıllığı dediyinə görə Şamaxı, Ərdəbil, Təbriz, daha doğrusu Şəddadilərdə Gəncə, Rəvvadilərdə Təbriz idi. Şamaxı, Ərdəbil, Gəncə. Baxaq. Şamaxı, Ərdəbil, Gəncə. 5. Şamaxı, 4. Ərdəbil, 3 də Gəncə. 5, 4, 3. Cavab A bəndi olacaq. Bu şəkildə götürürük. 1 Dərbənddir, 2 Təbrizdir. 23-cü sual. Orta əsrlərdə özünü Roma papasının vassalı hesab edən kralların idarə etdiyi dövlətləri müəyyən edin. İngiltərə, Polşa, İsveç, Danimarka. İngiltərə, Polşa, Danimarkanı biz burada görürük. Fransa, Rusiya isə aid deyil. Cavab 1, 2, 3 olacaq.
Avropada baş vermiş 30 illik müharibə illərində Azərbaycan tarixində 1618-1648 30 illik müharibə Avropada Səfəvi dövlətində Şah 1-ci Səfi hakimiyyətə gəldi. Şah 1-ci Səfi hakimiyyətə gəlib 1629-da. Bu da düşür həmin dövrə. İngiltərə ilə əbədi dostluq haqqında müqavilə imzalandı. 1621 Şah 1-ci Abbas ingilislərlə imzalayır. 2 də aid olacaq. Şirvanda Dərbəndilər sülaləsinin hakimiyyətinə son qoyuldu. 1538 aid deyil. İlk dəfə ölkə Xəzər dənizindən yürüşə məruz qaldı. Bu 9-cu əsrdə olmuşdu Slavyanların ilk dəfə yürüşə başlaması. 1-2 doğru cavab. 25-ci suala baxaq. Heydər Əliyevin ikinci prezidentliyi dövründən fərqli olaraq İlham Əliyevin ikinci prezidentliyi dövründə, yəni Heydər Əliyevin ikinci prezidentliyi dövrü 1998-2003, İlham Əliyevdə isə 2008-2013. Yəni bu birə aid olmasın, ikinciyə aid olsun deyir. Fərqini soruşur. Konstitusiyaya düzəlişlə bağlı referendum keçirilmişdi. Konstitusiyaya düzəliş 2002-2009'larda olmuşdu. 2002, bir də 2009-2016. 2009. Hər ikisinin dövründə də dəyişiklik olubdu. Ona görə oxşardı bu. Dövlət bayrağı meydana açılmışdı. Bu 2010-cu ildədir. Təkcə bir dəfə olubdu bu açılış. O da İlham Əliyevin ikinci prezidentliyi dövrünə düşür. Azərbaycan NATO'nun sülh naminə tərəfdaşlıq proqramına qoşulmuşdu 1994. Heç birinin, yəni ikinci prezidentliyi dövrünə düşmür. Heydər Əliyevin birinci prezidentliyi dövrünə düşür. Asan xidmət mərkəzləri fəaliyyətə başlamışdı. İlk dəfə 2012-ci ildə. Bu da İlham Əliyevin ikinci prezidentliyi dövrünə düşür. 2-4. Xronoloji ardıcılığı müəyyən edin. Afina-Sparta müharibəsinin sona çatması 431-də başlayır eradan əvvəl, 404-cü ildə də başa çatır. Marafon döyüşü eradan əvvəl 490-da olubdur. Tiber Qraxın torpaq qanunu qəbul etməsi eradan əvvəl 133. Karra döyüşü eradan əvvəl 53. Xronoloji ardıcılıq eradan əvvəl daha böyük tarixdən başlayırıq. 2, 1, 3, 4. 2, 1, 3, 4 cavabımız olacaq. 27-ci sual. Uyğunluğu müəyyən edək. Antlı öhdəlik adlanan sənədi imzalanmışdır. Georgiyevski müqaviləsi. Tamam. Antlı öhdəlik'i imzalayan Çar Balakən cəmaatlığı olmuşdur. 1-ə D olacaq. Georgiyevski müqaviləsini imzalamışdı Azərbaycan xanlıqlarından Quba və Lənkəran. Yəni bura düşəcək A, bir də Lənkəran varmı? O da Y. Kürəkçay müqaviləsini imzalamışdır. Qarabağ və Şəki. Qarabağ var. C. Şəki verilməyibdir. 1-ə D, 2-yə A, C, A, Y, 3-ə də C-ni götürəcəyik. Bəli. Bizdən deməli artıq qalır İrəvan, heç birinə aid olmur. Növbəti mənbə sualı gəlir. Hakimiyyətin ilk illərində Səfəvi hökmdarı Ruslarla münasibətlərə əhəmiyyət vermirdi və onların Osmanlıya qarşı münasibətləri inkişaf etdirmək təkliflərini görməzdən gəlirdi. 1647 və 1653-cü illərdə ikili münasibətlərdə karvan quldurluğu hadisələri və Səfəvilər dövlətində Rus tacirlərinin həbsinə görə gərginlik artdı. Baş verən hadisələr Rusiya ilə ilk ciddi münaqişələrin baş verməsinə yol açdı. Mətndə bəhs olunan hadisələrin hansı Səfəvi şahının dövründə baş verdiyini qeyd edin. 1647 və 1653-cü illərlə tapa bilərik ki, hakimiyyət
Kimin dövründə düşür? 2-ci Abbasın şah, 2-ci Abbas. Hakimiyyət illəri ilə də desək 1642-1666-cı illərdə hakimiyyətdə olmuşdur. Sonra deyir, qeyd olunan münaqişənin başlanmasının mənbədə verilməyən səbəbi Rusların Şimali Qafqazda qalalar tikdirməsi, öz cənub sərhədlərini genişləndirməyə çalışması, yəni Səfəvilərin artıq torpaqlarını işğal etmək istəmələri idi. Bu mənbədə verilməyib. Əsas səbəb bu idi. Bəhs olunan münaqişənin 2 nəticəsini yazın deyir. Nəticə olaraq, bu münaqişələrin nəticəsi olaraq Rusların kifayət qədər Aleksey Mixayloviçin dövrünə düşür, onu da qeyd edək. Kifayət qədər hərbi gücü olmadıqlarına görə dinc yolla münasibətləri tənzimləyirlər. Məsələ dinc yolla həll olunur 62-ci ildə. Rusların Şimali Qafqazda saldıqları hərbi məskənləri dağıdılır və istəklərinə nail ola bilmirlər. Bu da əsas nəticələr, bunları deyə bilərik. Sağ olun, dəyərli izləyicilər. Videoları bəyənirsinizsə, faydalı görürsünüzsə, şərh yaza bilərsiniz. Abunə deyilsinizsə, abunə ola bilərsiniz. Sağ olun, növbəti izahlarda görüşərik.